Elimizde silinmeyen hatıralarla yaşayacak. Biz ne kadar ağır da olsa bilir ki Cavit vətən yolunda şəhid olub. Yani çok ağır dert olsa da bir yüreğimizə sərinlik gətirir ki, bizim də övladımızın vətən yolunda xidmətləri olub. Bayrağımızın yükseklere kalkmasında hizmet olun. Allah cəm şəhidlərimizdən olun, şəhidləsin. Cavidi mən öz davamçım kimi musiqiçi istəyirdim olsun. Cavidin gönlü hərbi idi, meyli yox idi, ancaq valideyn olaraq mən də istəyirdim ki, övladım bir sənət sahibi olsun. Təbii ki, bir musiqi aləti aldım, sintezator. Hər gün məşqlər eləyirdik. Mən özüm uzaq rayonlara tuar getdiyimə görə Cavidə təlimatlar verirdim və gələndən sonra onu təhvil alırdım. Bir gün Cavidə dedim ki, Cavid, görürəm ki, bəzi tapşırıqları həvəssiz yerinə yetirsən. Əgər baxışla sənə verdiğim tapşırığı düzgün yerinə yetirməsən, sabah sənin bu musiqi alətini yaxın qohumlardan olan uşaqlardan biri var idi, o uşağın da həvəsi var idi. O uşağa hədiyyə edəcəm. Cavid dedi, oldu da. Mən uzaq bir rayona tuar getdim. Gecə ged qayıtdığıma görə səhər Cavidi çağırdım və tapşırdığım tapşırığı təhvil almaq istədim. Cavid isə gülümsəyərək mənə dedi ki, ata, mən o instrumenti, musiqi alətini artıq sən ürəyində tutduğun adama verdim. Mənə gülünc gəldi, dedim, mən zarafat edirdim, mən sənin öyrənməyindən sarı bu sözü dedim, necəni verdim? Cavid isə dedi, ata, düzün sözü mənim sənin çəkdiyin əziyyətləri görürəm, gecə evə gec gəlirsən. Yəni, mən istəmirəm, mənim meylim bilirsən ki, uşaqlıqdan hərbiyə çoxdur, icazə vermən hərbiçi olub. Beləcə, Cavid hərbi xidməti bitirəndən sonra 2016-cı ildə aprel döyüşləri başlayan ərəfələrdə Cavid hərbi xidmətdən artıq qayıtmışdı və sənədlərini toplayıb yenidən müddətdən artıq hərbiçi kimi xidmətə davam etməyə başladı. 2020-ci il sentyabr ayının 17-si gecə saat 12 olardı. Cavid evimizə gəldi. Onun son gəliş olmağını bilmirdik. Və gecəni qaldı. Bizə dedi ki, 3 günlük gəlmişəm. Ancaq səhər tezdən saat 9-da isə gedəcəyini bildirdi. Evdə anasıyla, bütün dostlarıyla görüşdükdən sonra yaxın qohumların biri ilə Cavid, mən də maşında olmaq şərti ilə rayona yönəldik ki, Cavidi yola salaq Beyləqan rayonuna hərbi hissəyə. Yolda Cavid mənə dedi ki, atacan, mən anama bildirmədim. Yaxın günlərdə torpaqlarımızı işğal altından almaq üçün cənab prezidentin ola bilsin ki, əmri oldu. Bu sözü mən Cavidə bir valideyn olaraq çox xahiş elədim, yalvardım ki, gəlsən getməklə. Cavid isə məndən incimiş halda dedi, sən nə danışırsan ata, mən heç səndən gözləməzdim. Sən bilirsən ki, mənim getməməyim bir tankın dayanmağıdır, o tank istəyirdi. Düzün sözü, öz dediyim sözdən özümdə utandım. Cavidin
o həvəslə o günü gözləməyi bilirdim. Yəni o əvvəllər də deyirdi. Hər danışanda bizimlə deyirdi. Hərbiçi yoldaşları da deyirdi. Çox canfəşanlıq edir ki, cənab prezidentimiz nə vaxt əmir verərsə, inşallah biz torpaqlarımızı azad edərik. Çox şükürlər olsun ki, torpaqlarımız azad oldu. Sabit özü sentyabr ayın 30'una qədər 2 dəfə miniyə düşməyinə baxmayaraq, hərbiçi yoldaşlarının dediyinə görə, yəni heç bir hospitala getmə fikri olmadığını komandirinə bildirmiş və sonacan döyüşmüşdü. 2020-ci il sentyabr ayının 30'unda səhər saat 9'da bizimlə danışdı ki, yaxın saatlarda Füzulidən zəng gələcək. Lakin 2020-ci il sentyabrın 30'unda saat 15 radələri, 16 radələri Cavidin şəhid olduğunu bizə bildirdilər. Torpaqlarımız işğaldan azad oldu. Cavid arzusuna çatdı. Ancaq özü o günü görə bilmədi.